Deməli, Şimal Amerikanın cənubunda görürük hansı iqlimi? Ekvatorial. Subekvatorial görürük. Şimal ucqar nöqtəsində isə Arktik. Arktik Arktik, görürük. Hansı iqlim burada müşahidə edilməyəcək? Ekvatorial. ekvatorial. Ekvatorial Ekvatorial. Bəli. iqlim müşahidə edilməyəcək. Ekvatordan başqa bütün şimal yarımkürəsinin iqlimləri nədir? Bu uşaqları burada görmək mümkündür deyəcək. Subekvatorial iqlim qurşağında yağıntılar nə vaxt düşür deyilmin? Yayda. Yayda. İndi burada hansı aylarda düşəcək Şimal Amerikada? İyun, avqust mənim. İyul, avqust aylarında bəli, biz burada yağıntı görməyimiz mümkündür. Subekvator iqlim qurşağının təbii zonası nədir? Savanna və seyrək meşələr təbii zonası. Torpaqları Qırmızı qonur. qırmızı qonur torpaqlar hesab olunacaqdır. Bəs yaxşı, burada görək biz savanla, yəni hamısını sual cavab edək, yekunda baxaq bir dəfə təbii zonalara. Xəritdə görək nə var, qeyri-adi. Sonra subekvator iqlim qurşağının üzərisində gəlirəm, Cavid, hansı iqlim qurşağı yerləşir? Tropik mən. Tropik iqlim qurşağı yerləşir. Tropik iqlim qurşağında biz hansı tiplərini görürük burada? Tropiki müəllim elə həm dənizin görürük, həm də həm rütubətlisini daha doğrusu, həm də ki kontinental. Kontinental. Materiklərin qərbində nə olacaq burada? Qərbində kontinental, şərqində rütubətli. Qərbdə kontinental olmasının səbəbi nədir Cəmlə? Soyuq cərəyan keçməsi. Hansı soyuq cərəyan keçir burada? Kaliforniya. Şimal yarımkürəsindəki soyuq cərəyanlar şimaldan cənuba doğru, cənubdan şimala doğru gedir. Şimal yarımkürəsindəki soyuq Cənuba. cərəyanlar şimaldan cənuba gedir. Şimala. Bu qaydanı pozan Somali. Somali. Somali Somal tərəfində. cərəyanıdır. Şimalda yerləşib, şimalın tək Bəs cərəyanı yaxşı, soyuq cərəyanın keçdiyi ərazidə elmin suyun Bəli. duzluluğu çox olur, yoxsa az olur? Az olur. Azərbaycan. Burada Cavid, az olmasının səbəbi nədir? Mən çünki buxarlanma burada az olur deyə duzluğun nisbəti daha az olur. Orta okean duzluğu neçə promildir Cavid? 35 mən. 35. Ən duzlu dənizimiz Qırmızı dəniz mənim 42 promil. Qırmızı dəniz 42 promillə bərabərdir. Qırmızı dənizdə duzluğun çox olmasının səbəbi səncə nədir? Mənim tropik iqlim qurşağında yerləşməsi. Neçə işıqlanma quşağında yerləşir Qırmızı dəniz? 2 işıqlanma qurşağında tropik iqlim Sahəsi şeyini kəsir. artır yoxsa azalır Qırmızı dənizin? Onun sayəsi artmağa doğru gedir mənim. Artmağa doğru gedir, bəli. Qırmızı dənizlə Aralıq dənizi birləşdirən su hövzəsi Süveyş kanalı. Süveyş kanalı hansı ölkə ərazisindən keçir? Misirin müəllim. Misirin hansı yarımadasını ayırır Afrikadan? Sinay yarımadasını. Sinay yarımadasını ayırır. Bəli. Misir hansı dil ailəsində yerləşir? Afro-Asiya. Avro-Asiya hansı qrupdadır? Afro-Asiyanın ərəblər, Misirlər belə Hamısı. hamısı bəli, hər qrup olar, hər qrup Burada olar. Bəli. yerləşirlər. Misirin sahili neçə okean suları yuyur? Misirin deməli mən iki okean suları. Hansı okeanlar? Atlantiklə Hind okeanı. Yox yəni. Yaxşı, iqlimdən gəlib çıxdıq bura. Tropik iqlim qurşağının rütubətli tipi materikin şərqində idi. Burada hansı adaların arasında əli görə bilərik tropikin rütubətlisini? Əslində mən böyük Antil adalarında, məsələn Kuba, Haiti, Yamayka, Porto Rico kimi Buradan da adalarda. görə bilərik. Bəli. Cəmlə burada rütubətli iqlim yaranmasının səbəbi nə idi? Oradan isti cərəyan keçirdi. İsti hansı cərəyanı tanıyırıq burada? Kuba isti cərəyanı var idi. Kubada var idi, Gulf Stream cərəyanı da var idi ki, isti cərəyan keçib burada yaradırdı bu iqlimi deyəcəksən. Florida yarımadasının cənubu hansı iqlimdə yerləşir? Rütubətli tropik olardı orada. Şimalı bəs? Şimalı tropik, subtropik olar o. Subtropik hansı tipində? Orası düşər. Mussona düşər, deməli Mussona. Mussona düşər. Bəli, burada yağıntılar, musson yağıntıları nə vaxt yağırdı? Yayda iyun, avqust. Yayda yağmasının səbəbi nə idi? Okeandan materik əsmə. Okeandan materikə doğru əsməsi idi. Florida yarımadasında ABŞ-ın hansı limanını görürdük? Tampa. Tampa limanını görürdük.
Bəs ABŞ-ın Meksika körfəzi sahilində hansı digər limanlarını görə bilərik? Yeni Orleandan Houston. Get baxmışam Limanlardan, mənim limana. limanlardan Baba, sən başın bəlalıdır. İndi ona görə sənə sual verirəm. Kobe limanı limanlar var. hansı? Kobe limanı hansı ölkəyə məxsusdur? Yaponiya, mənim Yaponiya. O yaddan çıxmadı indən sonra. Yeni Orlean və Houston limanları ərazisidir. Yəni burada düşəsə bir şey deyil əslində, amma bu ərazilər hansı iqlimdə yerləşir elmin? Həm tropik. Xeyr, subtropikin kontinental tipinə düşür bu hissələrdə. Kontinental subtropik iqlim qurşağı görürük. Materikin qərbində subtropik iqlim qurşağı daxilində elmin hansı iqlim yaranır? Tropikdə hansı iqlim yaranır? Sabit hansı iqlim yaranır materikin qərbində? Aralıq dənizi. Materikin Aralıq, qərbində mən Aralıq dəniz. yox, Aralıq dəniz yaranır. Aralıq dəniz iqlim qurşağında yağıntılar elmin nə vaxt düşür? Həm qışda Burada dekabr ayında. yağıntıların qışda düşməsinin səbəbi nədir? Onu bilməm mən. Cavid nədir səbəbi? Araq dənizin yanından qışda düşməsinin səbəbi Bəli. Çünki mən mülayimdən alır da qışda havanı. Ay, Çünki sonra qış kesinlikle havanın olmaz. mülayimə olur deyə yağıntılar sən qış aylarında düşür. Cavid yadımızdan hə, çıxır ha. Sonra hə, burası da. adını dəyişib kirkə qoyarsan. Yox, mən belə davam edeyim. Bu da mən heç bir aktuallıqla görmürəm də, yəni ki. Onu dəyişib kirkə qoyarsan. Özə konserva qutusunda şəkildə qoygan profilinə. Olmadı ki müəllim. Siz də batırdınız etəmizi. Və cavab verənmirsən axı. Sonra Aralıq dənizində bəli, ən çox qəbula düşən və tezdə qarşımıza çıxan Aralıq dənizi iqlimi diaqramıdır ki, yağıntılar qış ayında daha çox düşməyə görə. Aralıq dənizi iqlimi qurşağında hansı təbii zonaları görürük elmin? Zod yarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonası. Artıq həmişə yaşıl sözü orada da var ha. Və burada biz hansı torpağı görürük? Qəhvəyi. Qəhvəyi torpaqları bəli görürdük. Materikin içərisində subtropik iqlim qurşağı daxilində başqa hansı təbii zonaları görə bilərik biz ay cəmilə, bizə lazım olan? Materik daxilində əsasən kontinental olur deyə orada səhra, yarımsəhra landşafı görə bilərik. Başqa fikir olan varmı? Mən savanna Kontinental. seyrək meşələr də görmək olur subtropikdə. Savanna seyrək meşələri subtropikdə görmək olar deyərsən, hardasa. Bunu görə Yəni bilərəm. mən landşaft olaraq soruşursunuz. Landşaft Söz olaraq. onu. Çöl Fayda da zonası var, görə değil mi? bilərdik. Bəli, çöl zonası Hə. görə bilərdik. Subtropik iqlim qurşağı daxilində burada. Hə, super. Hə. Bir də çöl zonası burada mülayim iqlim qurşağında var idi və meridional istiqamətdə nə edirdi? Uzanırdı. Çöl zonasının torpağı nə rəng idi burada Əli? Burada müəllim qarayda, qara Qara torpaq torpaq idi. idi. Nə əkinçiliyi daha çox idi burada? Hansı texniki bitki əkilirdi? Burada mənim taxıl, buğda. Əsasən taxılçılıq regionları hesab olunurdu. Bəli. Sonra subtropik iqlim qurşağının üzərisində gəldik. Mülayim iqlim qurşağı yerləşdi. Materikin qərbində mülayimin cəmlə hansı tipini görürük? Qərbi isə kontinental. Qərbi isə kontinental. Mülayim Yəni dəniz. bu dənizlə başlayıb Mülayim dənizlə qurtarır. dəniz görürdük. Şərqində lakin Hə, dəniz şərqində görürdük. mülayim deyildi. Həm mülayim dəniz idi şərqində. Dəniz idi. Şərqində musson yaranmırdı. Bunun səbəbi nə idi? Cumhuriyet Şimal Amerika'da yaxın. Toqquşlar müəllim, Labradorla Qolf Stream cərəyanları, isti soyuqlar, toqquşlar ona görə yaranır. Niyə elmi? Bayaq subtropik dedik axı biz musson iqlimi var orada. Bəli, burada soyuq və isti cərəyanların qarşılaşması nəticəsində mülayim dəniz yaranır. Ümumiyyətlə soyuq və isti cərəyan qarşılaşdığı zaman nə baş verir? Güclü Buludlu, yağışlar tutqun var. hava əsasən Bəli, müşahidə tutqun olunur. buludlu yağışlar. Yəni burada soyuq və isti hava kütləsinin bir-birindən qarşılaşması deməkdir də. Biz bunu təbiətdə də daimi görə bilirik. Çünki şeh düşməsi zamanı görə bilərsən ki, yəni soyuq və isti havanın qarşılaşması baş verir və orada şeh düşməsi müşahidə olunur. Florida yarımadasında uşaqlar hansı təbii zonayı görərik? Florida, Yucatan yarımadası ərazisində. Təbii zonanı. Hı -hı. Zod yarpaqlı həmişəyaşıl demək olur. Burada əsasən biz dəyişkən rütubətli meşələr görürük. Bax, diqqətli olun bu hissəsinə. Dəyişkən rütubətli meşələr biz Florida ərazisində və Yucatan yarımadası ərazisində Kuba adalarında görməyimiz nədir? Mümkündür deyəcəyik. Rütubətli ekvatorial meşələr burada görmürük. Savanna burada çox da geniş yayılmamış təbii zonadır. Amma savanna zonasını biz burada yenə
nədir? Tropik iqlim qurşağından şimalda görməyimizdə, tropik enlikdən şimalda görməkdə mümkündür. Bax, bu ərazidə görürsən ki, savanna zonasını görə bilər. Yəni, savanna zonası burada iki işıqlanma qurşağı ərazisində yerləşdiyini deyə bilərsiniz. Sonra Böyük göllərin ətrafındakı da o da savannadır, yox, yoxsa başqa orada bax zona? buna diqqətli olun. Bu bir dəfə harasa sualda var idi. Burada qarışıq meşələr landşaftı daha çoxdur. Qarışıq və Hə, enliyə görmürəm. baxlı meşələr landşaftı daha çoxdur. Sonra şimalda isə bu yuxarı hissəsində yerləşən təbii zonamız hansı təbii zona olacaq? Hara getdi bu? Həqiqətən. Bəli, şimalda isə biz tayqa zonasını görürük ki, tayqa zonasında şimal meşə qurşağının ölkələri yerləşirdi. Ümumiyyətlə, şimal meşə qurşağından hansı ölkələri görürük? Norveç, İsveç, Finlandiya, Rusiya, Hə. Kanada. Bunlar Şimali Amerika, yox, Kanada, doğru deyim. Kanada, ABŞ-da deyərlər, nə olar? Yəni heç nə. Bu da görür ki, Norveç Svet sayır. Yarımada da yerləşən dağ hansı idi? Skandinaviya. Ya Skandinaviya. bu çölün cüzi bir hissəsi Kanadaya düşür, yoxsa Kanadaya da bir xeyli düşür? Düşəcək də, hardasa bu hissə belə götürəndə təxminən buradan belə gedəcək təxminən bu hissələrdən belə düşəcək. Amma böyük hissəsi ABŞ ərazisində yerləşəsən. Sonra burada nə deyə bilərik? Şimalda isə artıq Arktik, subarktikdir. Bunların da ki buzlaq təbii zonası var. Bir də ki buz səhrası, qum səhrası var anlayışı. Bunu bilmək lazımdır. Hə. Bəli, bu sərası Buz səhrası ilə qum olur. səhrasını müqayisə etdiyim zaman hansında aqroiqlim ehtiyatları yaxşı olacaq? Qum səhrasında. Qum Qumda sərası. müəllim, qum sərası. Qum Qumda. səhrasında. Aqroiqlim kənd təsərrüfatının əkinçilik ehtiyatı idi ki, orada var. Amma buzda olmayacaq. Çünki buzlaq ərazi soyuq ərazidir. Burada müşahidə olunmayacaqdır. Bir də başqa buradan Arktik, Antarktik bir şey yoxdur. İqlimini dedik. Təbii zonalarının da ki, əsas bunlara fikir veririk, bəs edir bizə Şimal Amerikadan. Başqa nə lazımdır? Başqa Çaylarda müəllim biraz deməliydim. Çaylardan geniş danışmaq. onlara çox elə girişmədim özüm ki, onsuz da daxili suları şey deyəndə Hə. onları sual cavab edəcəm. Belə fərqi yoxdur. Girişə də bilərik o hissəyə də, amma mən istəyirəm ki, bu hissələrdə nəsə Hətta qalmasın. materikə belə çox belə xeyli vaxt gedir. Bəli, materik gedərik bir dəfə, bir partiya, bir də materik gedərək. Belə yaxşıdır. İndi oradan lakin məsəl üçün mütasifədən nə qaldıq da bizə lazım olan nələr var? Səndə problem var idi, tavaların hərəkətində problem var idi o vaxt demişdin ki, müəllim. Bəli. Onlara Danışaq deməli. baxaq, oradan biraz Ondan da danışaq. danışaq. Tasvirin biraz özündən danışaq onda gəl. Daha artıq Bəli, mən danışaq. Şimali Amerikadan deyiləcək başqa nə yadımdan düşən bunlardır da. İndi siz uşaqlar bir də ki, məsəl üçün bax nələrə fikir verin. Dediklərimə yenə də deyirəm, həmişə diqqətlə fikir verin. Məsəl üçün buranın əsas lazım olan nələrdir? Çaylarına fikir verin. Şimdi Mississippi çayına xüsusən fikir verin. Bax, Mississippi çayından, Yukon çayından, bunlardan sual gələ bilər. Böyük beşliklərdə olan göllər var. Bunlardan nədir? Sual xüsusən gələ bilər. İndi onsuz düz hidata bilməsə mən onlar yenə sual cavab edəcəm. Tam dərindən sual cavab edəcək orada. Amma bunlara siz yenə də xüsusən fikir verin. Gedin araşdırın. Bunlar haqqında məlumat araşdırın. Tapın, öyrənin ki, nə var, nə yox. Çünki mən deyirəm, məlumatdır. Mənim dediyimi, o vaxt mənim bir tarix müəllimim var idi. Adıma çıxdı o insan heç. Bəyənmədim, yanından hazırlıqdan çıxdım tarix müəllimimi ki, bəs mənə heç nə öyrədə bilmir. Sənin o müəllim həqiqətən də müəllimdir də. Ona görə də mən heç vaxt heç bir şagirdi qəbul edəmirəm ki, deyir ki, bəs şeydə müəllim mənə yaxşı. Düzdür, istisna hallar var təbii ki, də bəzi insafsız müəllimlər də var. Nəsə hazırdan çıxdım ki, getmirəm müəllimin yanına hazırlığa. Dedilər niyə? Dedim ki, müəllimə mən sual verirəm. Müəllim mənə qayıt deyir ki, aç kitabın filan vərəqindən maraqlan gələn, öyrən gələn, oradan bax, oxu, öyrən. Bir belə, beş belə dedim ki, ada bu nə oldu? Mən elə bunu açıb özüm öyrənirəmsə, qoy elə gedim oturum evdə özüm öyrənim də bunu mən. Müəllimə nə ehtiyacım var ki? Çıxdım hazırlıqdan ki, yox getmirəm müəllimin yanına hazırlığa. Nəsə oturdum, biraz oxudum özüm, gördüm ki, ay yox, geriləyirəm də özüm oxumuram axı. O bir fənlərə üstünlük verirəm, bu geridə Əsli qalır. tabi. Hə, bu geri düşür. İndi mənim ağlıma çatır ki, bu müəllim insan gör nə qədər tarix bilirmişsə, deyirdim ki, müəllim filan şey, deyirdi filan səhifəyə aç, filan səhifədə filan yerə bax inan. Yəni Siz bu də insan bilmirsiniz, tənbəllik eləyir, o mənə belə hə, şeylər bu insan tarix kitabını əzbər bilirmiş ki, deyirmiş ki, mənə filan səhifəyə aç, filan səhifədə filan yerə bax inan da.
Ha, bu bunu deyilmiş. Və mən də gedib baxırdım, onu orada araşdırırdım. Onu tapana qədər də onun da yanında bir 2-3 dənə nəsə əlavə öyrənirdim də. Yəni ki, gözümə dəyirdi axı orada oxuyurdum ən azından üzündən. Ona görə də çalışın ki, həmişə özünüz araşdırmağa daha çox meyllənin ki, onun həqiqətən də effektiv nəticəsi var. Mən sənə deyəcəm, sən yeyib yazarsan ora, vəsiyo. Ya da ki, nə bilim, əzbərləyəsən, yadından çıxacaq. Amma özün araşdırdığı daha yaxşı mənimsəysən, daha yaxşı öyrənəcəksən. Ona görə həmişə çalışın ki, özünüz məlumatları araşdırın. Ekstra nələrsə öyrənin, gətirin mənə ki, müəllim, bunu öyrənin. Bəlkə mənim də bilmədiyim nəsə var orada. Mən də sənin o tapdığın məlumatdan nəyisə mən də öyrənə bilərəm. Bu belə. Bir Getdik. də Gəl mən bu küləş havalara. təlimat bir De. də əsas bu faydalı qazıntılar var. Onları deyərsiz, məsələn, hansıların işarəsini bilək. Çünki burada məsələn azbestdir, bu belə cici şeylər var. Yəni Anladım. yəqin ki, bunlar Bax, lazım Cavab verdi şeylər idi. müəllim. bax, polimetal bilin. Dəmir filizidir, mis filizidir, xromitdir, civədir, alumitdir. Bunlar xüsusən düşür. Daş kömürdür, neftdir, qazdır. Ən çox düşən bunlardır. Yəni qızıldır, civədir. Bunlar. Dediyim olar ki, ən çox düşən Qalay da bunlar. vacibdir mənim. Çünki DİM-20 Qalay sınaqda nədir? gördüm. Hə, Düşürəm, bu qalaydır. Cənub-Şərqi Asiya qalayın işarəsini qoymuşdu ki, bu regionda bu faydalı qazıntı var. Hə, Məsələn, DİM-20 düşər. sınaqda belə mən qalayı bilmirdim məsələn işarəsini bu günə qədər. Düşər, qalay da düşə bilər, bəli. Onlara xüsusən boksit, qalay, nə bilim, bunlara fikir verin də. Çox o belə azbest falan nə bunlar çox əqiq, çox istifadə olunmur. Vanadium, nə bilim, Bir də volfram. Azərbaycanın da ki, məsələn, o perlit falan var, onlara fikir verin. Hə. Kükürdür, perlitdir, nə bilim. Bunlar da düşür. Son vaxtlar bunlar gətirib salırlar testlərə. Belə. Sonra litosferin tavalar hissəsindən gedək. Məsəl Gedək üçün, deməli. Şimali Amerika ilə elmindən başlayaq gedək. Şimali Amerika ilə Avrasiya bir-birinlə toqquşur yoxsa ayrılır? Ayrılır. Ayrılır. Şimali Amerika ilə Sakit Okean əli. Şimali Amerika ilə Sakit Okean toqquşurlar. Şimali Amerika ilə Karib tavası Cavid. Ayrılırlar mən. Ayrılarmı? Könül canla Azərbaycan, Azərbaycan. Deyəməm, toqquşurlar bunlar. Ona Toqquşur. görə Mən böyük bir də toxuşub nə əmələ gəlmir. Toqquşur orada böyük anitlar var əməgəldə. Subduksiya zonası. O da ki, Vahid yəni. konvergen Fərq zonada deyirsiz. Tərsinə konvergen mən bu zonada yüzden yerləşən adalardır. Şimali Amerika səfər ilə Nazca tavası, Kokos tavası. Cəmlə. ki, Toqquşur. Toqquşub burada hansı nov yaradırdı? Mərkəzi Amerika novu. Mərkəzi Amerika nov yaradırdı. Bəli. Cənubi Amerika ilə Nazca tavası Cəmlə. Toqquşur. Toqquşur. Sakit Ay- Okeandan Nazca Elmin. bu Ayrılır. ayrılır. Ayrılırlar. Bu ayrılma nəticəsində hansı ada yaranırdı burada? Pasxa. Hansı ölkəyə Hə. məxsus idi? Çiliyə. Çiliyə məxsus idi. Sonra Nazca ilə Kokos Cavid. Mənim ayrılırlar. Ayrılıb hansı adanı yaradırdılar? Galapagos adaları mənim. Galapagos adası hansı ölkəyə məxsusdur? Portuqaliya mənim. Ekvador. Ekvador mənim. Ekvadora. Ekvador. Azar idi mənim, azar adaları idi. Atırsan, cəhənnəm yaxından at da, gəlib Portuqaliya hardan tutub atırsan ora bura. Ekvadora məxsusdur. Ekvadorda yerləşən iki dənə vulkan var idi, hansılar idi? Bəli. Biri Chimborazo idi, bir də ki Cotopaxi vulkanı idi. Biri Bəli, sönmüş, biri Chimborazo fərqli olan. sönmüş vulkan idi. Bəli. Sonra, Cənubi Amerika ilə Afrika. Ayrılırlar müəllim. Ayrılma zonasında hansı adalar formalaşırdı? Burada müəllim müqəddəs Yelena ilə Azor adaları. Voznesten. Azor adaları. Azor O adaları. Şimali Amerikanın Avrasiyanın ayrılmasından deyil deməli. Bəli. Burada müqəddəs yerlər Voznasenya, Voznesen. Pristatnaya, Kunya adaları formalaşırdı. Üç dənə ada formalaşırdı bu ərazidə. Bəli. Sonra, bəs şey demədik, hə, Nazca ilə Cənubi Amerikanın toqquşmasının hansı novlar formalaşırdı? Peru, Çili. Peru və Çilin adaları. Peru və Çili novu formalaşırdı. Bəli. Cəmlə, Afrika ilə Avrasiya, Toqquşur. Ərəbistanla Avrasiya, Toqquşur. Afrikanın şərqi Somali ayrılıb. ayrılırdı. Elmin Hindistanla Avrasiya, Toqquşurlar. Hind Avstraliyanla Avrasiya, Toqquşurlar. Ərəbistanla Avrasiyanın toqquşmasından Cavid hansı dava yarandı?
Poltava dağlarının. Qafqaz, Bir də Qafqaz. Qafqaz dağları da yaranır. Hə, Qafqazda bölünür. Türkiyə və Qafqaz dağları yaranır. Sonra gəldik buradan. Avrasiya ilə Sakit Okean əli. Avrasiya ilə mənim saçlarını toqquşurlar. Hind-Avstraliya ilə Yapon. Sakit Okean. Hind, Avstraliya ilə Sakit Okean, bunlara toqquşurlar mənim. Burada Burada Filip, hansı müəllim ada burada formalaşır? Burada mənim Yeni Yeni Zelandiya. Yeni Zelandiya divergent yoxsa konvergent? Bu mənim konvergent. Konvergentdir. Yeni Zelandiya adasında hansı vulkanlar yerləşirdi cəmlə? Vulkanlar doğrusu. Reykjavik var idi müəllim. Ruapehu vulkanı yerləşirdi. Reykjavik İslandiyanın paytaxtı idi. Ruapehu vulkanı yerləşirdi. Bunun şimal adasında Ruapehu vulkanı yerləşirdi və iki dənə iqlim qurşağında yerləşir. Şimalı düşür subtropikin bərabər rütubətinə, cənubu isə mülayimin dənizinə düşəcəkdir. Belə. Sonra havalardan başqa burada elə bir şey qalmadı. Biz Qafqazı nə götürürük? Qafqazı iki materikin toqquşması götürürük. Bəli, Qafqazı iki materikin toqquşması götürür. Yox, Ümumiyyətlə, Ərəbistan və Avrasiyanı deməyik müəllim. materik tipi taban toqquşmasıdır. Ümumiyyətlə, altmalar geosinkron qurşağında olan dağlar hamısı nədir? İki materik tipi taban toqquşmasından yaranmış dağlardır. Yəni, iki materik deyəndə burada iki dənə materikin toqquşmasından söhbət getmir. Tavanın toqquşmasından söhbət gedir. Materik tipi tava toqquşur burada. Bu belə. Başqa buradan Bir də bir şey deyəcəyim mən. Bu Everestdə var ki, Ərəbistan tavası təkcə materik tipli yer qabığına malikdir. Sakit Okeanda okean tipli yer qabığına malikdir. Amma dedi ki, Sakit Okean nəsə genişdir, onun ətrafında da materikə aid olan yerlər var. Bir onu başa düşməmişdim mən o vaxt. Yaxşı deyil. Yaxşı deyil. Deyir, yaxşı deyirsən, amma düz eləməyirsən. Deməli, Ərəbistan olan hissə bir sənətlərdir. Bunu bax, belə düşün, yəni də. Bu, Ərəbistan yarımadasıdır, bu ərazi. Eləmi? Bunun da üzərisində, bax, bu ərazi Ərəbistan tavası yerləşir. Bütöv nədir? Materik tiplidir də. Bu, Sakit Okean ərazisidir. Bunun içərisində Sakit Okean tavası yerləşir. Bunun okean tipli hissəsi ancaq buradır. Və bunun bir hissəsinə, məsəl üçün, buradan deyək ki, gəlir Amerika girir. Nə bilim, buradan gəlir Avrasiya girir. Buradan Cənubi Amerika girir. Gördükmü? Cənubi Amerikanın məsəl üçün girdiyi bu hissədə artıq nə var? Materik dayazlığı şelf var axı. Bura şelf zonasıdır. Elə? Burada şelf zonasıdır. Burada şelf zonasıdır. Şelf zonasında axı biz deyirik çökmə, qranit və bazalt qatı hər üçü nədir? Hələ ki var. Materik ətəyinə qədər bu üç dənəsi davam edir deyə. Ona görə biz burada materik tipli yer qabığı görməyimiz nədir? Mümkündür. Mən həmişə bunu sizə belə deyirdim. Sakit Okean tavasında materik tipli yer qabığı yoxdur. Amma Sakit Okeanın içərisində materik tipli yer qabığı var. Çünki okeanın özündən tavanın özü anlayışı fərqli anlayışdır. Okean böyükdür, tava onun içərisində kiçik bir hissədən ibarətdir. Aydın oldu? Həmən aydın başa düşdüm. Yəni biz bunu məsəl üçün burada görürük. Bax, burada məsəl üçün sən materik dayazlığı şelf görə bilirsən. Bu tava da gəlib burada yerləşir. Sən fikir verirsən, sən məsəl üçün Nazca tavası deyirik, burada yerləşir. Sakit Okean burada yerləşir. Gör nə qədər ara var buradan bura, məsafə çoxdur axı. Artıq məsəl üçün sən bunun bu hissəsində deyək ki, nədir? Materik tipli hissə görə bilərsən də, yəni ki. Bu belə. Aydın mənim çox. Sonra, başqa buradan deyin görək, siz nəyiniz var? Probleminiz nədir? İslandiya ilə Mən bağlı bir şey soruşmaq metafori istəyirdim. option sual cavab eləmək istəmirəm sizdən. Sonra, İslandiya ilə bağlı bir şey soruşmaq istəyirdim. Biz deyirik İslandiya mülayimdə yerləşir. aha. Qütbə düşməsini demək olar. Yox, biz bunu qütb götürmürük. Düzdür, xəritələrimizin bəzilərində bunu qütbdə verirlər, düşür kimi. Amma biz bunu bir dənə mülayim işıqlanma qurşağında yerləşir götürürük. Qütb dairəsi kəsir ümumiyyətlə İslandiyanı. Xeyr, kəsmir. Bax, görürsən, burada da ki, tam şimaldan keçir, kəsmir. Başa düşdüm. Ona görə bir dənə işıqlanma qurşağı götürürük İslandiyanı. Başqa, platformada probleminiz varmı? Bu İskandinaviya ilə bağlı mən bir şey demişdim. Bu yeganə qalxmaya məruz qalan ərazidir. Oranı da təkrar edə bilərsiniz. Yəni, platformada yerləşib, amma qalxmaya məruz qalırdı. Bunun da səbəbi Buzların üzərindəki buzlaqların əriməsidir. Yükü azalır elə bil ki,
Yük azalır, yer ərazi yuxarı qalxmağa məruz qalır. Amma məsəl üçün bu ərazilər Almaniya, Polşa əraziləri nədir? Enməyə məruz qalır. O hissədə enmə var Ona görə artıq. sual altında qalır. Hə, Platform su altında hesablamaq. qalır bu ərazilər. Niderland məsəl üçün nədir? Polderlər ölkəsi də suyun altından Bəli. düzəldiblər. Suyu qurudub ölkəsi yaradıblar. Sonra başqa geosinkronal platforma tasviri Bu inkişaf fəktörün mərhələsindən yerin sual yaranmasına gələr. hə? Bu geosinkronun inkişaf mərhələsindən zatdan sual gələr. Gələr. Yəni Aslında orada elə bir çətin bir şey yoxdur. Sonra Birinci bəli. mərhələdə enmə baş verir. Suxurların metamorfizləşməsi qalxma baş verir. başlayır. Bu yadımızda qalır. İkincidə enmə və Hə. qalxma, yəni antiklinal, sinklinal olur. Üçüncü mərhələ dağ əmələ gəlmədir. Bütün cavan dağlar üçüncü mərhələyə Kaynaqlar. aiddir. Dörddə isə daxili proses bitdi və xarici proseslər nə etdi burada? Düzənlikləri yaratmış oldu deyəcəksən. Hə. E, Müəllim, indi biz deyirik 4-cü mərhələ platformadır. Kaynacı üçün. Məsələn, o mezozoik kimdir? Onu biz neçənci mərhələ götürək mən? Yəni düşsəli. Mezozoy kimi deyəndə o artıq üçüncü mərhələyə düşür də Mezozoy. O ayrıdır. O Hə. geoloji bölgü ayrı bölgüdür, bu ayrı bölgüdür. Məsələn, sən Kaynazoy götürürsən, yox, Antropogen 4-cü dövrdür. Neogenlə Paleogen 3-cü dövrdür. Mezozoy 2-ci dövrə düşür. Paleozoy 1-ci dövrə düşür. Artıq orada o bölgü elə gedəcək orada. O 3-cü dövrə düşməyəcək ki, onsuz da. bir də bu antiklinal, sinklinalla host qraben bunların nə fərqi var Aha. müəllim? Biri üfüqi, biri şaqili. Başa düşmürəm. Bir dənə üfüqi şaqli məsələsi var ki, bu antiklinal, sinklinal bu şəkildə üfüqi formada yer dəyişir. Horstgraben isə bu şəkildə şaqli formada yerini dəyişəcəkdir. Daha çox biz bunu qədim dağlarda falan görürük. Məsələn, antiklinal, sinklinal sən qədim dağlarda görmürsən genəlliklə. Cavan ərazidə. Bu geosinklinal ərazidə görürük. Bunun amma antikli, sineklizi var. Hə, onu artıq qədim ərazidə görməyimiz mümkündür. Amma onu da məncə kitablar vermir artıq bizə. Horse daha çox qədim dağlarda falan da görə bilirik. Amma məsəl üçün Şərqi Afrika sınma zonasında nədir? Horse görməyimiz mümkündür. Ruvenzor Horse var orada. Ən böyük Hə. sınma zonalarından idi. Başqa son 6 dəqiqə vaxtımız qaldı. Patagoniya ilə geosinkronal düşər platformaya. Patagoniya platformaya düşür. Platformaya düşür. Hı -hı. Onlara da fikir verin ha. Hansı ərazilərin geosinkron hansının platformada yerləşməyinə məsəl üçün onlardan sual gələ bilər, verə bilər. Sonra yeraltı suların təsirinin hansı relyef forması yaranırdı? Karst, Karsman. Karsman. Karsın getməsi üçün hansı suxurlar olurdu? dolomit, Dolomit mərci. Gips və dolomit, əhəng daşı kimi, təbaşa kimi suxurlar daha çox intensiv baş verirdi. Buzlaqların gördüyü işlərdə Ekselerasiya. ekselerasiya idi, dağıdıcı işlər. Burada müsbət relyef forması olanlar dərə və Moren təpə və tərəvə Yaradıcıdırlar. yaradıcı idi. Qalanlar karlar, sirklər, Trok dərəsi, Təknəvari dərələr. Bunlar isə dağıdıcı formasından yaranırdı. Abraziya dağların gördüyü işlərdir. Allüviyalı dedik. Arid dendasyon deyəndə quraqdır. Şırınma yaran, qovu yaranırdı. Bedlet yararsız torpaqdır. Sürüşmə də Bilmirəm, bu yeraltı buzlaşma torpaq təsir hava hansı enliklərə qədər demişdi? Buzlaşmanın hansı Şimali enliklərə qədər Amerikada getmişdi? belə də təxmin yadda qalsın ki, Şimali Amerika 40 dərəcə, Avrasiya 50 dərəcədir. Amma Şimali Amerikada dəqiq ölçüsünü deyirlər həmişə 38 şimal enininə qədər olan ərazilərdə müşahidə olunur. Avrasiya təxminən 50 dərəcə eniyə qədər müşahidə olunur. Çünki bizim Azərbaycanın şimalla cənubundakı bu buzlaşmanın təsiri olub da istər-istəməz düzdür. Mən bayaq Ərazilər əldən soruşdum. Əli dedi ki, məndə olan informasiyaya görə 38-41 dedim, onu elə Azərbaycanda düşürmüş də demək yox. olar. Azərbaycan qalmayıb bu buzlaşmaya təsirində. Amma ki, yenə də o hava kütləsinin orada artıq təsir istər-istəməz bizə də ki, gəlib müəyyən qədər təsir etmiş olacaqdır da, yəni ki, o buzlaşmada. Yəni, o oldu. Bilmirəm, çox güman ki, hə. Necə Cəmilə? Dalmasiya tipli sahillər ancaq Xorvatiyadadır. Yox, Dalmasiya tipli sahillər orada geniş yayılıbdır deyirik Xorvatiya ərazisində. Amma Dalmasiya tipli sahillərlə fjord tipli sahillər var. Bu biraz həmişə çarpıdığımız bir şey, düzdür, istifadə olunan bir şey deyil əslində. Fərqi nədir? Fərqi bundan ibarətdir ki, məsəl üçün bu şaquli formada çəkmişik də. Bax, burada olan girinti çıxıntı bu fjord tipli sahildir. Amma üfüqi formada yerə yatmış formada varsa belə girinti çıxıntı. Bu Dalmasiya tipli sahil. Yəni bunu sən bir çox yerdə görməyin nədir? Mümkündür də, yəni görə bilərik. Dənizin sahili də təbii ki, dənizin sahilində o həmin toplar olur axı. Və orada sən onu görə bilərsən. Yəni, mümkün olacaq bir şeydir. Yəni hər yerdə görə bilərik. Bunlar belə. Başqa nə var idi oradan? Çapdan demədiyimiz.
Mənim biz daha Kaledon Hertzin qırışıqlığını ayırmayaq da, bir götürə getsin. Hə, bir yazdım geçsin. Onu keçən gün bir yazmışdım. Bunlar Həm də belə materik ətəyi, incələr. materik yamacı onlardan danışmadıq. Materik yağmadı, okean dibinin relyefini deyirsən. O məncə Bu danışılacaq heç bir şey yox. düşməmiş deyim tam heç. Düşərsə bir şey də yox, çətin bir şey də yoxdur orada. Yəni bir dənə o arzunluğu bilmək lazımdır ki, əsas məsələ bizə lazım olan. Bir şef gəlirdi, sonra axırda novlar gəlirdi. Çıxır. Hə, yəni ki, şeflə başlayırsan, ən yuxarı hissə şefdir, Yamaç materikdə yazığı olan hissə. Burada birinci sən gəlirsən şef zonasıdır, düzənlik ərazi. Belə düşün. Deyib ki, gelibsən dənizə çimərliyə. Bu qum ərazisindən girdin hara? Dənizə. Yavaş-yavaş gedirsən dərinliyə doğru. Asta-asta nə olur? Ərazi dərinlikləşir. Sonra da ki, dənizin dibindəsən. Artıq ərazi düzənlikləşdi. Həmin bu yuxarı ərazi şelf zonası adlanır. Materik dayazlığı və şelfdir. Meyilli olan bu hissə yamaçdır. Aşağı bu hissə ətəkdir. Bu hissə isə abissal düzənlikdir. Okean dibində ən geniş yayılmış forma abissal düzənlikdir. Bax, materik yamacı, materik dayazlığı, materik yamacı, materik ətəyi, okean abissal düzənliyi, okean novu, okean silsiləsi. Gördükmü? Bax, burada 6 dənə termin işlətdik. 6-sının ilk 3 dənəsində materik sözündən getdik. Son 3 dənəsində okean sözündən getdik. Yadda qalsın ki, bu materik sözün bitdiyi yerdə nə olur? Qranit qatı artıq yoxa çıxır. Yəni okean tipi yer qabığı, materik tipi yer qabığı öz yerini okean tipli yer qabığına verir deyəcəksən. Aydın oldu? Üçüncüsündə verirdi elə. Hə, materik ətəyində verdi. Sonra burada dayazlıqda məsələn akkumulyativ süxurlar çoxdur deyən çökmə faydalı qazıntı burada da var. Həmçinin burada da var. Çünki düzən Bunda ərazidir. var. Yamaç ətəkdə meyillik var deyə çökmə süxur yoxdur burada. Yox. Yəni belə bunlar. Bəli, bəli. Başqa dəndə bir şey qalmadı. Mən bir